Ölkəmizdə yaşayan hər bir xalqın böyüklüyündən, kiçikliyindən asılı olmayaraq öz musiqisi, musiqi mədəniyyəti, musiqi folkloru var. Sözsüz ki, bu xalqların musiqi yaradıcılığını doğma Azərbaycanımızın mədəni irsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Musiqidən söz açmağımız isə təsadüfi deyil. Bugün ləzgilərin musiqisindən, daha doğrusu rəqslərindən danışacağıq. Lezginka dünyanın ən iti, ən şux və ən oynaq rəqslərindəndir. Elə buna görə də bütün dünyada sevilir və bu rəqsi tanıyırlar. Təsadüf deyil ki, Qafqazın vizit vərəqəsi lezginka sayılır. Adamlarda belə bir yanlış təsəvvür var ki, güya lezginka bir rəqsin adıdır. Əslində isə bu həm bir rəqsin, yəni ləzgi qızı, lezgi ruş mahnısının deməli motividir və o cümlədən də bu rəqs ritmlərinin ümumi adıdır. 18-ci əsrdən etibarən lezginka dünyaya tanınır. Latış yazıcısı Ernest Birzniek-Upit Axtada yaşayıb uzun illər. 30 ildən artıq müddətdə Axtada yaşayıb və o ləzgi rəqslərinin heyranı olub. O ucaboy, enli, kürək igidlərin və incə qamətli, zərif qızların rəqsini qartalların süzməsi ilə müqayisə edib. Ümumiyyətlə, lezginka rəqsində səfərbərlici ruh var. Onda döyüşkən ruh var və bu ruh hiss edən Şeyx Şamil vaxtilə öz müridlərini döyüşə məhz həmin musiqinin sədaları altında səfərbərliyə alıb.
Azərbaycanda yaşayan bütün xalqlara göstərilən dövlət qayğısının nəticəsidir ki, uzun əsrlər boyu Azəri türkləri ilə eyni sevinci, eyni dərdi paylaşan ləzgilər də bu qayğıdan kənarda qalmayıblar. Bugün onların ölkəmizdə bir sıra folklor qrupları, rəqs ansamblları fəaliyyət göstərir. Belə ansambllardan biri də 1996-cı ildə Bakıda yaradılan Suvar Ləzgi mahnı və rəqs ansamblıdır. Qarşısına ləzgi xalq mahnı və rəqslərini yaşatmağı məqsəd qoyan bu folklor qrupunun repertuarında səslənən qədim xalq mahnıları və instrumental havalar öz ifa tərzi ilə seçilir. Xalq rəqslərinə böyük maraq 2000-ci ildə Ləzginki adlı rəqs məktəbinin yaranmasına səbəb olub. Müxtəlif yaş qruplarından olan yeniyetmələr və gənclər rəqsin əlifbasını, onun elementlərini öyrənmək üçün bu məktəbə atışıblar. Məktəbin məzunlarından Suvar Ləzgi mahnı və rəqs ansamblı üçün ayrıca rəqs qrupu təşkil olunub. Tələbələrlə məşğul olmaq üçün istedadlı rəqqas, baletmeyster, Dövlət mahnı və rəqs ansamblının üzvü Zeynal Digərxanov qrupa dəvət olunub. Rəqs mənim üçün həyatdır, rəqs mənim üçün sevincdir. Mən özüm uşaq vaxtında rəqsin məşğul olmuşam. Böyük müəllim olub tədbir müəllim. Qabaq köməkli Köynə Don Penyerev Qaqarin adına. İndi Tobik İsmail adına dvaretsi. Mən orada məşğul olmuşam uşaq vaxtında 5 yaşından. Sonra filarmoniya qəbul olunmuşam. 14 il Azərbaycan Dövlət Rəqs Ansamblında işləmişəm, Afaq Məlikinin ansamblıda. Sonra mahnı və rəqs ansamblında. 25 ildir mən sənətdəyim. İndi yaşına qədər pensiya çıxmışam, yəni təvəqqüt pensiya çıxmışam. Müəllim fəaliyyətimi 20 il. Amma burada, bu Suvar ansamblda məni Sadaqət mənim çağırıb. Suvar ansambli 12 ildir Suvar ansamblıdır. Amma Suvar ansamblı olub qabaq mahnı. İndi Suvar ansamblda rəqsi Sadaqət xanım yaradır. İndi rəqs ansamblda 6 ildir bizdə fəaliyyət göstərir. Böyük konsertlərdə çıxış eləmişik. Lezgi rəqslər hamısı şok rəqslərdir. Bizdə qızlar incə oynayır, kişilər biraz şok hərəkətlər eləməlidir. Yəni bu qartal kimi oynamalıdır. Çox çətin rəqslərdir, amma uşaqlar ələ həvəslə gəlirlər ki bu rəqsə. Yəni sevirlər, ola bilməz ki lezgi olsun, oynaya bilməsin. Bu bizim məsələn hazırlıq, ansambl hazırlıq qrupadır. Amma bizdə profesional qrupası var. Profesional, tam profesional yox, yəni bu sənəti 6-5 il məşğul olanlar var. Uşaq var, həvəsi var, 3-4 aya götürüb biz onu ansamblı sağlıq, konsertlərə çıxış edirik. Amma ümumiyyətlə rəqs gözəl şeydir mən sizə deyim. Çox gözəl şeydir. Bunun ancaq xeyri var. Həm bir idman növü kimi, bu da rəqsdir. Qəşənlikdir, şənlikdir, sevincdir. Ləzgilər rəqs etməyi niyə bu qədər çox sevirlər? Bu, ilk növbədə onların adət-ənənələri ilə bağlıdır. Qədim zamanlardan ləzgi rəqs mərasimlərini və erşənliklərini folklor nümunələri müşahidə edib. Onun əsas atributları olan mahnı və rəqslərdə qədim ayinlərin izləri aydın hiss olunur. Çox Allahlığa sitayiş dövrü ilə bağlı bizim maraqlı ayinlərimiz olub və o ayinlərin mərkəzində rəqslər dayanıb. Və rəqslərin də mərkəzində qartal obrazının yaradılması dayanıb. Qədim ləzgilər, yəni bizim əcdadlarımız olan legilər, qartallara sitayiş edib və bütün rəqslərin özəyində qartal obrazının yaradılması əsas yeri tutur. Həm oğlanların, həm qızların qollarını geniş açaraq uçuşa hazır olan qartal şəklinə alması əsas yer tutur. Mütləq rəqqaslar ayaq barmaqları ucunda
rəqs edirlər və rəqsin kulminasiya nöqtəsində həmin o hərəkət biraz da şuxlaşır və bu da nə ilə bağlıdır? Qədim ləzgilərdə belə bir təsəvvür var idi ki, insan öldükdən sonra onun ruhu bədəndən ayrılaraq qartalın simasında yeni bir təşəkkül forması tapır. Qartallar rəqsində rəqqas istər-istəməz, yəni onun o ruhunun bədəndən ayrılıb qartala çevrilməsi anında ondan belə bir nida çıxır. Assa! 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 Bugün Ləzgində rəqs məktəbi Bakıda tanınır və sevilir. Ötən illər ərzində bu məktəbdə yüzlərlə yeniyetmə və gənc Qafqaz rəqslərinin incəliklərini ilgilənib.
rəqs həvəskarlarının sevimlisinə çevrilən Dövlət Mahnı və Rəqs Ansamblının üzvü istedadlı rəqqas Gülnarə Bayramova da rəqsin bir çox sirlərini gənclərlə bölüşür. Mən 27 ildir ki, professional rəqslə məşğul oluram. Suvar Ləzgi Mahnı və Rəqs Ansamblında isə 2 ildir çalışıram. Məni bu kollektivə Sədaqət xanım dəvət edib. O bu kollektivi sözün əsl mənasında yarada bilib. Mən bu kollektivə gələndə heç ağlıma da gəlməzdi ki, uşaqlarda rəqsə bu qədər sevgi, həvəs olacaq. Biz burada tələbələrə Qafqaz rəqslərini öyrədirik. Uşaqların arzusu böyükdür. Onlar Qafqaz rəqslərinin, ümumiyyətlə rəqsin sirlərinə yiyələnməyə çalışırlar. Bu əsasdır. Kollektiv haqqında ancaq müsbət fikirlər söyləyə bilərəm. Bizim isə payımıza düşən onlara rəqsin incəliklərini öyrətməkdir. Rəqslər insanların xarakterini açmağa da kömək edir. Qafqaz rəqslərinə xas xüsusiyyətlərdən biri də odur ki, qızlar rəqs zamanı daha incə, zərif hərəkətlər edirlər. Oğlanlar isə cəld, çevik hərəkətləri ilə yadda qalırlar. Mən çox danışmaq istəmirəm. Mənim üçün rəqs etmək danışmaqdan daha asandır. Amma bir şey qeyd etmək istərdim ki, bizim çox millətli ölkəmiz var. Ləzgilər də Azərbaycanda çox yüksək səviyyədə yaşayırlar. Gördükləriniz də bunun bir nümunəsidir. Это парное движение. Посмотрите, как оно исполняется. У девочка стоит на полупальцах, она идет на полупальцах, ход лезгинки, это медленный ход лезгинки называется. Голова у нее в сторону мужчины, но ни в коем случае не смотрите, а глаза вниз. Ручки, мягкие ручки. Ребята, рука согнута в сторону девочки, спина ровная, посмотрите, и тоже такие же полупальцы. Это движение делается движением на каждый счет, на каждый этап, где ноги двигаются. Пошли, ребята, с правой ноги, считаю, 3, 4. Раз, два, раз, два. Где голова? Раз, два, раз, два, раз, два, 3, 4. Hər xalqın özünə məxsus tarixi, mədəniyyəti və incəsənəti var. Ləzgilərin vizit vərəqi isə rəqsləri də deyirlər. Rəqs etməyi sevməyən ləzgi təsəvvür etmək çətindir. Bu xalqın bütün şənliklərinin yaraşığı demək olar ki, şux, oynaq rəqsləridir. Hər bir rəqs əsərdir desək, yəqin ki, yanılmarıq. Ləzgi folklor rəqsləri də növ müxtəlifliyi və elementlərinin zənginliyi ilə seçilir. Rəqqasların hərəkətlərində həyat eşqi, sevgi nümayiş etdirilir. Kişi ifaçılar çeviklik, cəldlik, qadın ifaçılar isə zəriflik, incəlik nümayiş etdirirlər. Следующее движение – это движение до-за-до, то есть поворот друг с другом. Оно делается, движение делается вокруг своей оси, то есть вокруг вместе с партнером, вокруг делают один полный круг. Девочка смотрит опять-таки вниз, мальчик рука наверху, пошли крутимся на счет раз-два, 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 3, 4. Это движение тоже называется до-за-до. Rəqslər xalqın tarixinin və mədəniyyətinin güzgüsüdür. Qədim zamanlardan başlayaraq ləzgilərin bütün el mərasimləri kişili-qadınlı bir yerdə keçirilir. Ən böyük el bayramı isə toy sayılır. Ləzgi toyunun əsas atributu gem adlanan rəqs mərasimidir. Ləzgilər bu günə kimi həmin mərasimi açıq və geniş meydançada keçirirlər. Axşamdan gecə yarısına kimi davam edən bu məclisi rəqs yarışı da adlandırmaq olar. Ləzgilərin ən böyük bayramı toy adlanır. Bizdə belə bir adət də var ki, böyük bayram gəlir. Böyük bayram o da toy gəlir.
Yəni bu toy hamının bayramıdır və əsasən bilirsiniz ki, bu adətlər, xalq adətləri kənd yerlərində yaranır. Və kəndə hardasa bir toy olubsa, bütün kənd oraya yığışırdı. Və necə ki, qədimdə düyünün özündə də ləzgi toy mərasimləri açıq yerdə keçirilir. O mərasimlərin üstün cəhəti ondan ibarətdir ki, yemək, içmək məclisi ilə rəqs etmək məclisi, mahnı məclisi tamam ayrı keçirilir. Yəni, əvvəl cəmaat gəlir, ev yiyəsini, bəyli gəlini təbrik edir və ondan sonra axşam qaş qaralandan açılana kimi açıq bir meydancada rəqs mərasimi keçirilir, rəqs yarışı keçirilir. O rəqs mərasimini dem adlandırırıq. Orada qocalar rəqs edə bilərlər, cavanlar rəqs edə bilərlər. Əsasən bu gənclərin mərasimidir. Assa! Assa! Qədim zamanlardan başlayaraq cavanlar yar seçmək kimi, yəni sevgili seçmək, istəkli seçmək missiyasını məhz dem mərasimində həyata keçiriblər. Təkcə qızı görkəminə görə seçmirdilər, rəqsə görə seçirdilər. Qızın hərəkətlərində və oğlanın hərəkətlərində rəqsin ifası zamanı çox şeylər yazılır. Qızın xarakterini açmaq üçün onun rəqsinə baxmaq lazımdır. Bu rəqsin fəlsəfəsidir. Son illər bilirsiniz, bizim əksər xalqların gözəl qədim adət-ənənələri restoranlar sıxışdırır, aradan çıxardır. Və indi məhz restoranlarda canlı musiqinin sədaları altında, canlı ifalarla həmin dem mərasimlərini icra edirlər. Assa! Assa! Ən gözəl konsert salonlarında ləzgilərin suvar mahnı və rəqs ansambli konsertlərlə çıxış edir. Bu dövlət qayğısıdır. Əlbəttə, ictimai televiziyaya minnətdaram. Bizim ansamblımızı ictimai televiziya qədər heç bir kanal tanıtmayıb, sevdirməyib.
Əsrlər boyu Azəri türkləri ilə təmas, vahid dilə, dinə mənsubluq və digər ictimai amillər ölkəmizdə yaşayan bütün xalqların mədəni irsinin formalaşmasına öz müsbət təsirini göstərib. Odur ki, ləzgilərin də mənəvi mədəniyyəti ümumi Azərbaycan fonunda inkişaf edib. Bu isə nəticə etibarilə vahid və dəyərli mədəniyyət nümunələrinin yaranmasına, mənəvi dəyərlərin təşəkkülünə təkan olub.